Bax, Polşada yaşayıb Azərbaycana qayıdanlar var, bir dəfəlik də. Okay. Səncə bu vətən həsrətidir, yoxsa mübarizəni bacarmamaq, yəni mübarizədən dayanmaq? Komfortu seçən insanlar, belə insanlar heç vaxt irəliləyə bilməz. Ay nə bilim, sən necə fərd olaram da, Avropadan gəlmiş fərd, Azərbaycanda yaşayaram. Amma bilmir ki, seçilərəm. Amma bilmir ki, 6 aydan sonra sən də o hamı kimi o fərdlərin içinə qarşılaşsan və heç kimin yadına düşməyəcək Fərq ki, olmayacaq, bura heç yəni belə üstün bir şey də deyil. Avropada nə etmisən ki, Polşada? Hə. Yəni universitet bitirmisən, bir il bəlkə burada təcrübə alıb, sonra bezib yox, bacarmayıbsan mübarizədən, qayıdırsan. Ay sağ ol. Çünki burada istənilən uzun müddət yaşayan adam bilə bilər ki, nə çətinliklər Burada çətinlik çoxdur. Çoxdur. Azərbaycanda yoxdur o qədər. Yəni okey də, sən nə cəhətdən deyirəm. Məsəl üçün şirkətlər çox deyil deyə A şirkətdən B şirkətə keçmək üçün vuruşmaq, nə bilim Ay, sağ ol. sertifikatlar almaq. Burada amma seçim çoxdur. qorxub çəkinmək o komfort zonasında olan bağlılıqdır və o insanlar heç vaxt yenə deyirəm, heç bir yerdə uğurlu ola bilməz. Burada mübarizələrini dayandırırlar. Bu vətən həsrəti də, okey, bəzilərinin həqiqətən vətən həsrəti ola bilər, amma bəziləri həqiqətən qorxub qaçır. Bəli, qorxub qaçanlaradır bizim sözümüz ki, yəni gedib Bakıda ailəm yanımda, evdə qalıram, maşınım altımda, işə Ay, gedib gələcəm, rahatçılıq və sən yerində sayarsan. O insanın bir addım belə irəli getməyi söhbəti yoxdur. Amma təbii ki, burada bəzi şeyləri çıxardıram. Faktorlar var, İstisnalar, ailə, xəstəlik, hə, ailə, onu deyirəm də. məsələn, bunlar çıxır. Amma normal hər şey qaydasında heç kim sənə baskı eləmədən, sən burada əziyyəti görüb, əşi bu nə deyim, bu yaşayış deyib getsən, hansı ki biz o əziyyətlərin 100 qatını yaşamışıq və qaydası olsaq bizim əlimizdə 1 milyon dənə çox az bəhanə olur. Amma yenə deyirəm bunların hamısı bəhanə ola bilərdi bizim üçün. Qayıtmasan, burada qalsan həyatının nə qədər o çətinliklərdən sonra pozitivə keçdiyini görərsən. Amma bunu təbii ki, qorxaqlar bilə bilməz.